Big de nəhayət ki maraqsız final başa çatdı və dünyanın və bəşəriyyətin möhtəşəm podkast Day var arxası Bay Ali Futbol başladı. Back again. Yaxşı uşaq, bəs işləyirəm, bəsdir. Uşaqlar, hər birini salamlayırıq. Dünyanın ən möhtəşəm YouTube kanalında Ali Futbolda dünyanın ən möhtəşəm verilişi var arxası efirdədir. Hələ ki enerjimiz var, 40 saat keçməyinə baxmayaraq bütün qanımızı içən finaldan sonra biz son damla enerjimizi sizə bəxş etmək istəyirik və burada biz möhtəşəm bu finalı müzakirə etmək istəyirik. Əlbəttə ki, bunu tək mən etmirəm, bizim kolleqalarımız da buradadır. Keçən podkastda Arsenal'ı dəstəkləyən, amma finaldan sonra fikrini dəyişib Real'ın formasını geyinən Elvin Xaraban yiyəsi var. və nəticəyə olan futbolu bəyənən, ümumiyyətlə nəticə haqqında hər şey bilən və Arsenal formasını geyinməyə çalışan Fərman. Oyundan əvvəl PSG udacaq deyəcək. Demişdim, Arsenal formasında oturub baxır. Sübutu ilə 17 sentyabr 2025-ci ildə PSG ikinci dəfə arda-arda çempion olacaq deyən Abdul sizin qarşınızdadır və vaxt itirmədən başlayaq bu möhtəşəm finalın müzakirəsinə. Mən belə başa düşürəm ki, əsas heyətlərdən başlasaq məqsədə yönlü olar. Bir mənalı şəkildə öz Arsenalın start heyətindən başlamaq lazımdır burada. Narahat edən məqamlar var deyəsən. 100%. Məsələn, Fərman mənlə razı deyil. Aha. Eze yox idi. yox idi. Mən təəccüblənmədim Eze olmamağından. Mən orada təəccübləndim ki, Havertz başladı oyunu. Burada çəkilişdən qabaq bir balaca bir spor oldu ki, Elvin deyirdi ki, Eze start heyət oyunçusudur. Hə, döyənidir. Fərman deyir ki, Eze Odegaard yox idi deyənə startda oynayırdı. Ona görə də biz də oyunları belə müqayisə etdik, baxdıq. Yəni çoxsunda Eze start heyətində idi. Hətta Odegaard olduğu 2 dəfə, 3 dəfə olub, çoxsunda Odegaard yox idi. Ona görə də Odegaard ola da oynayıb. 2-3 dəfə Odegaard start heyətdə düşmədiyi hallar da baş verib. Sən bu Müdafiədən sonra. Bilmə Odegaard sənə nəsə hörmət zad eləyir. Kim? Eze-də niyə mən müdafiə edirəm? Eze penalti vura bilməyənlərdəndir. ona görə də bizi izləyən Arsenal azarkeşlərinə üzümüzü tuturuq. Odegaard yoxsa Eze, yoxsa belə Saka yoxsa Maradona. Hə. Və əsas heyətdə əsas məqamlardan biri bunu İlqarla keçən podkastda müzakirə etmişdik. Sağ cinahda Ben White'ın yoxluğu və Timber'in potensial zədəsi ona gətirib çıxardı ki, Moskera start heyətdə olmalı idi. Düzdür, İlqar gözləyirdi Timber'i start heyətdə. Timber amma ehtiyatda qaldı. Nə də olsa oyuna çatdı yəni. Yox, burada Arteta düzgün seçim elədi. Risk eləmədi. Nəyə görə? Timber 90 dəqiqə oynaya bilməyəcəkdi. Ona görə Moskeranı qoydu ki, Moskera uca quşlayanda Timber'i sala bilsin. Yəni məncə Timber'i çıxardıb Moskeranı salmaq biraz da Bu kişinin həmişə B planı var. Moskera da pis oynamadı ya birinci hissəni. Pis oynamadı. Pis oynamadı. Əslində biz müdafiədən sürprizlər gözləyirdik. Sürprizləri Arsenaldan hücumda aldıq. Nəyə görə? Çünki mən açığı Trossard, Martinelli rotasiyası amma start heyətə Havertz'in olması. O çox maraqlı. Mən siz hər şey bütün məqamlara vurğuladınız. Kalafiyorin olmamağı da sürprizlərdən biri saymaq olar. Kalafiori məncə Atletico Madriddən möhtəşəm performansdan sonra ümumiyyətlə Arsenal heyətinə bir 6 aydan sonra qayıdacaq. Məncə Kalafiori ümumiyyətlə Yəni Simeone özü yox, Simeone'un oğlu cinahda onu sürüyor. Yox, ondan da başqa Inkapet bəli. Onun yerinə oynadı və o daha müdafiəyə meyllidir, nəinki Kalafiori. O da daha üstün. Kalafioridən sonra hələ biz harası bu gün Arsenal hücumdan danışmaq istəyirik. Nəyindən? Onun şeydən necə Daha danışır? müdafiə orada əsas prinsipdir. Kim nə dərəcədə müdafiə ola bilər? Məncə Gyökeres müdafiə oluna bilmir deyənə, Havertz nə vaxtsa yarım müdafiədə oynayıb deyənə potensial müdafiəçi sayılır. Onun start heyətdə var. Sualım olacaqsa, siz Arsenaldan nə oyun gözləyirdiniz? Gəl bir dənə sözü sualdan sonra bir cümlə deyim, sonra fikrinizi bildirin. Mən təklif edirəm ki, bir dənə o deyim. 70-ci dəqiqədən sonra Arsenal 3 dəfə hücuma getdi. Belə də potensial hardasa etmək istədi də. 3 dəfədə PSG onları əks hücumda tutaraq birində belə deyim, müdafiəçi topu çıxartdı. Birində Gabrielin ayağına dəydi, sonra
qapı tirinə dəydi. Üçüncüdə az qala bir qol olmuşdu. Siz o komandaya qarşı açıq futbol oynasanız, məncə Arsenal biabır olacaq. Məncə də, Açıq futbol mən gözləmirdim Arsenaldan. Sadəcə problem ondan ibarətdir ki, bəs hansı futbol nəsə oynamalıdır bu komanda finala çıxdı? Yəni Inter kimi eləyib 5-0 uduzmaqdansa Luçu Qardaşım, Inter ona görə 5-0 uduzmayıb ki, onlar tam olaraq hücuma. Ümumiyyətlə Inter nə vaxt axırda tam olaraq hücuma oynayır. demirəm hücum oynayıb, amma ki Interin əsas məqamı ondan ibarətdir ki, onlar zonal olaraq yox, fərdi olaraq PSG oyunçularını oynayırdılar. Ona görə də Dembele meydanın mərkəzinə düşəndə onunla bir gedən oyunçu da düşürdü onun yanına. Arxada da 70 sot torpaq qalırdı. Interin məğlub olma səbəbi budur. Barcelona da bu alındı çünki Barcelona həqiqətən tam pressinglə oynayırdı və bu birə-bir oyun, birə-bir pressing. Orada almışdı yarı finalda. Qardaş Arsenal usta zonal müdafiə olunur da. Müdafiəçilər həmişə öz yerini tutur qapıçının qabağında. Onlar qabağa getməyəcəklər. Saliba durub Dembele'nin arxasında qaçmayacaqdı müdafiə mərkəzində. mən demirəm ya Arsenal yaxşı eləyib. Sadəcə olaraq belə PSG-yə qarşı başqa nə edə bilərsən ki? Mən onu demək istəyirəm sənə. Onlar müdafiə oynayır deyə problem onun müdafiədə oynamasına getmir. Problem ondan ibarətdir ki, bu komanda bəs hücumda rəqibinə nə təklif etmək istəyərdi. Təklif etmək istəyər ki, məncə onların təklif ediləsi bir məqam var idi ki, bir gol vursun, müdafiəyə otursunlar. Necə ki, Onu da tez vurdular, 6-cı dəqiqədə oldu. Məncə özləri də istəmirdi elə tez vursunlar. O tez vurdu, sadəcə müdafiə penalacan demək olar ki, ideal idi. Demək olar ki, Birinci hissədə heç nə yaratmadı PSG. Arsenal müdafiəsini tərəfləməkdən əvvəl bir bazı istəyirsə PSG-nin də müzakirə edək strategiyasını ki, nəyə görə və necə. Prinsipə biz belə baxanda Hakimi və Dembele'dən başqa heç bir orada bir problem görmürdük də. Bir dənə onlar potensial olaraq oynaya onlar da bilərdi. bildirmişlər ki, qayıtda da oynayacaqlar. Baxmadan risk eləyəcək məsələsi var. Risk elədi deyəndə ki, oynadılar. Dembele 96-cı dəqiqəyə qədər oynadı. Hakimi elə oyunun sonuna kimi qaldı meydana, penaltı vurdu. Ümumiyyətlə PSG-də başqa məqamda keçən Çempionlar Liqası finalına müqayisə etsək, eyni heyətlə çıxdılar. Bir dənə qapıçı yox idi. Bu dəyişdi də Safon getdi. Bir də Vitinha səhv eləmirəmsə deyəsə zədələndi çıxdı. O anda oldu ki, sadəcə orada o dünya çempionatına məncə gedəcək güclü bir zədəsi yox idi. Amma ki, ümumilikdə PSG-nin bir götürsək, Safonov PSG deyəcəkdim ki, güclə topu çıxartmadı. Sadəcə orada Arsenal hücum eləmədi, ondan başlayaq. Birinci hissədəki korner yazıldı. Biabırçılıq deyil. Əcəb elədi. Mən də referent tərəfində. Referi düz elədi. Sən gəlirsən vaxt uzadırsan 46 dəqiqə. Hə də o niyə uzadırsan da adama deyirlər. Yəni pastaş uzatdı. Başa düşür. Yox, başlayacaqsan nə olacaq? Onsuz da time qutaracaq da. Hə də heç nə olmur. Sən mərkəzi keçən kimi o top time qutaracaq. Məncə də. Hə də qalxız bəlkə Safonov yaxşı, pis belə deyim də normal durdu qapıda, pis deyildi. Safon kimsə narahat elədi ki? Yox, ümumiyyətcə də baxmayın, arada bir belə deyim də ötürmələr olurdu ki, nəsə vurmaq istədilər ikinci hissənin axırında. Nəsə Safon görsək ki, mən də buradayım da, xəbəriniz olsun ki, qapı boş deyil. Mən yerimdə. Əgər Arsenalın qolunu müzakirə etsək, bax deyirsiniz ki, 15-ci dəqiqə bəlkə də məsəl üçün Elvin təklif edir ki, Arteta'nın planında deyildi belə tez qol vurmaq. Çünki nə qədər tez qol vurursan, bir o qədər də tez müdafiə oturmalısan. Müdafiə oturmaq da əslində çox güc aparır. Müdafiə oturmaq bəlkə də daimi hücum eləməkdən belə fiziki olaraq çətin bir prosesdir. Topsuz daha çox qaçırdılar. Fikir verdinsə, orada statistikada da göstərildi ki, daha çox Arsenal oyunçuları topsuz qaçırdılar və o daha çox energiya aparırdı. Yox, o şübhəsiz çünki 24% cəmi topa sahib oldular. Bəllidir ki, Arsenal topsuz mübarizə aparmağa çalışırdı bu oyunda. Sadəcə əgər qola qayıtsaq, yəni bu biraz müəmmalı bir məqam. Nə dərəcədə qayda pozuntusu var idi? Havertzə qayıdan topda, Martinezdən topa əlinə də toxunmağı. İki əlinə top əlində məsələ. Yəni məncə də yoxdur orada. Sən niyə yox? Mən səni bir an deyim ki, əgər top gəlsəydi, bu belə dəyəsiydi və yaxud da ki, açıq. Orada bu hər iki əl bədənin belə deyək də sahəsini enləşdirmədi də. Necə vardı? Bu belə də idi. Sadəcə biraz aralı idi bədəndən, razıyam. Sadəcə bu əl
belə olsa belə, o bura deyib düşəcəkdi Havertzin qabağına. Məncə güclü bir təmas törətmədi. Azından belə deyək də finaldır. Orada VAR da var, baş hakim də var. Onlar da ona baxdı və baş hakim bəli hardasa bəlkə görə bilməzdi. Mən o tərəfdə razıyam ki, indi sürətli alındı biraz. Heç kim də gözləmədi ki, Amma qolla yekunlaşdı deyənə baxa bilərdi və deyəsən baxdılar. Əlbəttə ki, baxdılar. Çox da çəkmədi. Bəli. Amma ki orada nə qeyd etmək lazım ki, Havertz tək başına, mən orada sözün açıq Chelsea City oyunu yadıma düşdü bir anlıq. Orada da Havertz tək çıxdı, qapıçının Ederson keçərək gol vurmuşdu da. Burada da çox möhtəşəm zərbə endirdi. Məsələn, mən Safonovda orada səhv görmədim. Safonov orada bir mənalı belə deyim də aşağıdan zərbəni gözləyirdi. O hündürlüyə topu qalxacağını gözləmirdi. Hələ qolları vaxtı Batistuta çevirdi. Yadımdadır ki, hələ pozisiyada yuxarı ilə vurmaq çox çətindir, amma 100%lıq da qoldur. Yəni. Biz Ali Futbol YouTube kanalında streamdə idik bu arada. Əgər kimsə bizim streami izləməyibsə baxa bilər. YouTube kanalında var. Orada da bunu müzakirə edirik. Safonov əllərini qaldıra bilərdi elə bir. Yox. Sən orada qalxızmaq məsələsi deyildi. Orada hansı üçüncü bağlıydı da zaten. Havertz gözünü yumdu qoydu. Üçüncü bağlıydı və bəlkə də Safon əllərini oyunçu qaldırsaydı. təkbətəyə çıxan zaman əgər fikir vermirsə 90% qapıçılar intuitiv olaraq tullanırlar. Bizən belə həmin an onlar gözləyir ki, hansı tərəfə vuracaq və ora başlayır tullanmağa və orada başqa belə deyim küncə vuranda o qapıçı çaşbaş düşür. Çox itibucaqdır. 0.04 razıyam səninlə də. Məsələn, o dayaq ayağının yanından vursaydı, o da qol olacaqdı. Yəni dayaq ayağı tərpətmək daha çətindir. 90% heç kim o eləyə bilmir. Və o gözləyir ki, yerindən vuracaq, o yerlə topu götürə bilsin. Əlini də yerə uzatdı. Amma ki, onun o zərbəsi və möhtəşəm zərbə endirdi də heç kim gözləmədiyi bir zərbə endirdi. Mən səhv eləmirəmsə, Şürlü vurmuşdu da, deyəsə Braziliyaya elə bir qol. Dünya çempionatı 2014-dür, bəli. Elə bir qol vurmuşdu və o da çox belə baxımlı qol idi. Amma ki sən deyirsən ki, Arsenal belə tezlikdə qol istəmirdi. Məncə Arsenal bu tezlikdə qol istəyirdi və müdafiədə oturmağı gözləyirdi. Vaxt getdikcə onlar müdafiədən çıxmaqda çətinlik çəkəcəklər. Ən azından ona görə ki, birinci hissədə cəmsi 46 dənə pas ötürdülər. 46 dənə. Mən Arsenal sözün açıq istəyirdim çempion olsun, amma ki əlbəttə ki mən başa düşürdüm ki PSG olacaq. O başqa şeydir. İstəklə reallıq bu tam başqa fərqli şeylərdir. Amma ki bir nüansla ki PSG layiq idi. Doğrudan da layiq idi. Sadəcə burada bir sualım olacaq ki Arsenal bu finalaca necə çatdı? Yox, bir vacib məqam var. Arsenal finala çatmaqdan əvvəl biraz istəyirsə Arsenal tərifləyə edir Yüngül barədə. Nə də olsa, həqiqətən hal-hazırda dünyanın bir nömrəli komandasına ən azı hücumunu ən azı dayandıra bildilər. Bu faktdır və tanınmış futbol şərhçisi rəhmətli artıq Vasiliy Utkin gözəl bir sözü var. Final seyişinə borclu deyil. Siz finala borclusunuz ki, bu komandalar ora getdi və siz bu finalı izləyirsiniz. Yəni artıq finala çatan komanda nə oynayır, necə oynayır, hansı nəticəyə oynayır, bu artıq heç kim maraqlandırmır. Amma əlbəttə ki, Arsenal azarkeşlərini şəxsən mən başa düşürəm. Komandalar neçə ildən sonra, yəni mən məsələn Arsenal azarkeşi olsaydım, mən 2006-dan baxmağa başlamışam futbola. Mən fərz edirəm ki, Çempionlar Liqası finalı indi görəcəydim. Yəni onları başa düşürəm. Nəticə cəhətdən finala çıxmaq, orada dünyanın ən möhtəşəm komandasına hal-hazırda və hazırki qaliblə mübarizə aparmaq şansı böyük bir şansdır. Sadəcə bunu mən Arsenal azarkeşi deyirəm deyənə, mən özümdə borclu tutmuram ki, Arsenal nəticəsinə görə, Arsenal nəticəyə görə oynadığı futbolu görə onları tərifləyir. Düzdür, dayandırdılar PSG-ni. Həqiqətən PSG baxmayaraq ki, topa sahib olmada da üstün idi, amma kəsərli hücumların sayını azaltmışdı. Maksimum Arteta'nın komandası çalışırdı ki, qapısı qarşısında təhlükəli epizodlar olmasın, amma yenə də bax bir neçə statistik göstərici var da. Arsenal Premier Liqa çempionudur. Arsenalın statusu var hal-hazırda, yeni öz statusunu bərpa edir. 44 ötürmə finalda ilk hissədə, ikinci hissədə 0.03 XG. Yəni okey də futbol axı sırf müdafiə haqqında deyil. Mən özüm də streamdə demişdim ki, yaxşı ki Arsenal kimi klublar var. Hamısı PSG olsa, yəni futbol hokkeyə dönə bilər. İkincisi ki, o qədər də maraqlı olmaz. Üçüncüsü ki, ölkəmizdə və ümumiyyətlə dünyada da Catenaccio'nun məsəl üçün var da, pərəstişkarlarda. Amma yenə də o demək deyil, sən finala çıxıb oyunu yaratmaq əvəzinə oyunu öldürməyə üstün tutmalısan. Nə də olsa
Yəni azarkeşlər üçün faydalı bir final da ola bilərdi. Düzdür, yenə də Arteta azarkeşlər fikirləşmir, öz nəticəsini fikirləşir. Hardasa düz edir, amma yenə də mən neytral azarkeş kimi öz fikrimi bildirirəm. Mən də Arsenal da PSG-nin azarkeşi deyirəm. Sadəcə bir neçə faktor var ki, mən ən əsası mən Arsenalın bu mövsüm hücuma meyilli oyununu görmüşəm. Qardaş, City-nin oyunda da pressing oyununu da görmüşəm. Mən Arsenalın Bavariyanın necə həqiqətən məhv elədiyini görmüşəm. Düzdür, qrup mərhələsi, liqa mərhələsidir, amma yenə də faktiki olaraq Hamısı komanda sezonun əvvəli olub da, dərd orasında. Qardaş, Atletico Madridlə də nəsə də görmüşəm də qardaş. Başa düşürəm, Atletico Madrid də hücumu o qədər kəsərli deyil, amma bu komandanın potensialı vardı hücumda oynamağa da. Sən Var, bir amma vaxta qədər o topa nəzarət etməyi, topu qapıdan uzaqlaşdırmağı meydanın hansısa məqamına qədər bunu edə bilərsən də. Artıq qabaqda olan oyunçular işləməlidir də. Komandanın bir dənə də, yəni açığı danışaq da, komanda Premier Liqa çempionudur və Çempionlar Liqasının finalçısıdır. Bir dənə Ballon d'Or namizədi yoxdur. Başa düşürəm, indi mən indiki qaydaları demirəm də, bəli deyir Ballon d'Or necə verirlər. O səviyyəyə heç bir oyunçunu artıq da çatdırmayıb Ballon d'Or səviyyəsinə, faktiki olaraq. İndi Arsenal uçsaydı Çempionlar Liqasına, faktiki olaraq dünyanın bir nömrə klubu olacaq da, öz liqasını utdu, Çempionlar Liqasını utdu. Əsas namizəddir də, Ballon d'Ora namizəd verməyə əsas namizəddir də bu komandada. Kimi verəcəkdi Ballon d'Ora? Saliba. İndi fikir verdi. Qardaş, Həmin o komanda ilə Arteta finala qədər çıxırdı. Saliba yəni Van Dijk effektini vermədi və Saliba Yox. təklikdə Hə. super müdafiəçi, yəni Van Dijk effektini verən müdafiəçi deyil. Onlar Gabriellə duetdə onu edə bilirlər də. Yəni sən individual olaraq Salibanı tək Gabrielsiz möhtəşəm bir oyunçu kimi qələmə verə bilməzsən. Sən bu dedikləri hamısı mən hardasa razıyam, hardasa yox. Razı deyiləm o cəhətdən ki, əgər gəlib Arsenal çempion olsaydı, bir neçə ildən sonra heç kimin yadına düşməyəcəkdi ki, Arsenal nə oyun nümayiş etdirib. Gəl başlayaq ondan. Bilmirəm, sən dedin ki, mən 2006-da, mən səndən biraz da tez baxmışam. 2004-ü Yunanistanın Avropa çempionluğunu görmüşəm də. Yunanistanın da təsəvvür edə bilmərsən ki, Arsenalın belə deyək də, Arsenal 22 il bundan əvvələ getdi də, belə deyək. Çox bərbad idi. Onlar da qınaya bilmirdi. Niyə görə? Yunanistan gəldi, Fransanı keçdi, Portuqaliya 2 dəfə məğlub etdi və Rusiya uduzdu. Rusiya uduzdu və ortada bir məsələ var ki, çempion oldu. Orada indi məsələn danışılanda heç kim də demir ki, Yunanistan orada bərbad oyun göstərdi. Amma deyir ki, Yunanistan Avropa çempionudur. Deyirsən ki, Yunanistan o müdafiə futbolunu oynadı və nəticə qazandı, düzdür? Bunu qazana Arsenal nəticə qazanmadı. Bu indi qazansaydı, mən sözümü nəyə gətirdim? Bu əgər indi qazansaydı, onun futboluna heç kim danışmayacaq. Danışacaqdıq, üzr istəyirəm. İlk 3 ayda, 4 ayda və ya uzağı gələn mövsümün ortasında. Yadda qalır axı qurban. Yadda qalır. Chelsea'nin çempionu Carlo Ancelotti dünən möhtəşəm bir müsahibə verdi Braziliya Panama maçına və dedilər ki, əgər siz bilsəydiniz ki, Neymar bir aylıq zədə alacaq, onu dünya çempionuna çağırardınız. O da deyir ki, mənim babamın təkəri olsaydı ona maşın deyərdim də. Yəni qazandı, qazanmadı. Yəni o xalq deyimini maksimal olaraq mən sənə başqa belə söz mədəniyyət gətirərəm. formasında, yəni danışılır. Biz sizlə danışanda harca 4də 1-lər idi hələm də. Okay. Hələm çatmamışdı yarı final Sporting oyunu. Biz dedik ki, Arsenal Arteta o qədər qorxur ki, uduzmaqdan və Premier Liqanı hələm udmamışlar da əlbəttə ki, Premier Liqanı udmamaqdan qorxur ki, maksimum dərəcədə bir qol vurub oyunu saxlamaq istəyir. Səhv eləmirsə Brightonla oyunda idi. Arsenal 12 dəqiqəmi, 14 dəqiqəmi vaxt uzatdı. Brightonla oyunda. Sən birinci yerə gedən klub olaraq Yadımdadır. Brighton məşqçiyə çıxıb demişdi ki, bu nə oyundur. Bəli də o qorxur ki, birdən mən böyük hesabla olacaq. Birdən mən sadəcə burada məsələ nə idi? Mən razıyam. Bunlar PSG ilə başa-baş oynaya bilməyəcəklər. Bir mənalı Luis Enrique komandası çox sürətlidir. Arsenalda o sürətdə oyunçular demək olar tək-tükdür də. Belə biz gördük də əks-hücuma çıxanda da onlar çətinlik çəkirdilər sürət baxımından. Oyuna müdafiə. Heç kim bir söz demir. Əladır. Bacarırsan elə. Amma sən demişkən ilk hissədə 46 ötürmə nə deməkdir? Amma sən vurğuladın ki, pressingi City-yə qarşı eləyib də. Mən sənə inandırım ki, axırıncı 23-24 güclü City var idi ya. O City-yə qarşı o pressingi edə bilməyəcəkdi. City də hegemon City illərdə keçən buraxışda bunu demişdi, amma Arsenalın indiki heyəti və ikinci heyətin olması, amma onlar da Yunanistan deyirlər. Yunanistan məcburən oynayırdı. Və söhbət əgər riskdən gedirsə, eləmir də risk də. Riskdə, amma akademik hücum edir də. Yəni risk eləmir, kreativlik göstərməyə çalışmır. Konkret olaraq qayda qanunla bunlar oynayırlar da. Lord da desək, ustavla oynayır bu komanda. Son
play-offlarda risk eləməyən qələbə qazanmır, risk eləməyən nəticə əldə etmir. Axırıncı dəfə akademik hücum edən hansı komanda Çempionlar Liqasını qazanıb? Akademik Yəni bu tərzdə risk eləməyən komanda var Çempionlar Liqasını qazanıb. 2012-də qazandı. Chelsea. Mən başqa yadımda Həmin deyil. Chelsea 3-1 uzandan sonra 4-1 udub. Bir dənə oydu. Biz Həmin onu Chelsea Benfica-dan keçirdi. Barcelona 3 dənə top vurub 2 oyunda. Həmin Chelsea, yəni Ya Barcelona 2 individual Cimato kimi avtobus quran yox Avtobus idi. yox, Yəni. yox. Sən İşte çox ağız gedib bir qarşılaşmaya. hansı qarşılaşma? Qardaş Barcelona üsuldur. Üsul başqa şeydir. Sənin mövsüm ərzində göstərdiyin oyun davamı belədirsə, bu artıq fəlsəfədir, bura. Yo, başa düşdüm də, onlar bütün mövsümü Premier Liqanın başını buraxdılar. 5-ci yerdə bəli. Hə, başını buraxdılar. Son ümidləri belə deyim, Çempionlar Liqasını orada udmaq idi. Sadəcə fərq orasında ki, onlarda sürətli Ramirez var idi. Həmin vaxtda Torres da sürətli idi və Drogba da cüzəsi ilə hər bir oyuncudan topu belə saxlaya bilərdi, qoruya bilərdi. 22-ci ilin realı kimi veteran futbolçular nəyisə sübut etməyə çalışır. Söhbət ondan da elə. İndi bax siz Arsenal'la onu gətirirsiniz. Arsenal bu Arteta getmin elə bir oyunçuları var. Drogba kimi lideri var idi. Ya Torres, Deyirlər, Declan Ramirez Rice liderdir, kimi. odur, budur. Declan Rice qurban sənə dağıdıcı Amma bəyan oyunçudur. eləyir də lider kimi də. Yəni. Neynəsini dağıdıcı funksiyası daşıyır da. O sənə qol gətirə bilmir axı yetim. Yaxşı, Eze'dən danışırıq da biz. Neyse, yox, ümumiyyətlə bayaqlar söz deyir ki, Ballon d'Or-a gedən oyunçusu yoxdur. Sən bu birsə tərəfdən danış ki, bu yetim Arteta, yəni baxırsan heyətə, yəni yüksək səviyyəli oyunçuları okey də, bir dənə Rayanı deyə bilərik, bir də məncə Declan Rice-i deyə bilərik. Yəni Gabriellə Saliba da möhtəşəm müdafiə qurmadı mənim fikrimcə bu oyun. Biz həmişə tərifləyirik, deyirəm ki, çox gözəl müdafiə oynayırlar, bir söz demirəm. Sadəcə olaraq Trossardla nə edə bilərsən? Kim deyir Trossard? indi gəlsən Günahkar kim? PSG-də niyə Bir dəqiqə gözlə, bir dəqiqə Qardaşım, Trossard. yox, sən deyirsən ki, Arsenal belə Arteta'nın bu oyunçularına maksimum eləyə biləcəyi budur. Qardaş, biz yox, bu komandada Sakanı onu görmüşük də, mənim eləyən oyunçu hansı ki, necə deyirlər, Cristiano Ronaldo'dan daha yaxşıdır fikirləşən azarkeşləri var ki, yox da qardaşım, həmin oyun neyinədir? Saka hazır idi. Çox maraqlıdır mənə bu ikili standartda. Yeganə Arsenal azarkeşlərindən soruşda sözü bana kəsəm. Arsenal azarkeşlərindən soruşanda az qala bu memlər də görür TikTokda. Trossard 2008 Ronaldo'dan daha çox effekt verir Premier Liqada. Nə bilim Saka bizim star boyumuzdur, elədir, belədir. Gyökeres dünyanın ən möhtəşəm hücumçusudur. Söhbət Arsenal futbolçulara çatanda ki, hansı performansı göstərirlər fərdi olaraq, dünyanın ən möhtəşəm hücumçuları, hücuma meyilli oyunçuları oradadır. Amma söhbət həqiqətən nəticəyə gəlib çıxanda, harda ki biz məsəl üçün faktiki olaraq Arsenalın məğlubiyyətini müzakirə edirik. Burat Arsenalın nəyi var ki? 70 qapısı var. O iki standartlar da əzizim. Ya bunlar güclü ya güclü deyil. Özün deyirsən də fərdi ustalıq nəticə. Hər bir pozisiyada, hər bir oyunçuda PSG hara, Arsenal hara. İki heyəti var Arsenalın. Qardaşım Chelsea-nin 4 dənə heyəti var. Chelsea hardadır? İki bir-birini əvəzləyə biləcək heyəti var. Kimi? PSG-də Zabarla ilə Beraldo çıxır deyə meydanda. Bizə kim çıxdı Arsenalda? Gyökeres, Eze və Martinelli. Zabarni nə oyunçudur ki, bəyənirsən? Ben onu da deyirəm də mən də. Yəni Yəni bu qardaşım sən komandanın PSG-dən belə 2 qat Çempionlar Liqasının qalibindən belə uzun ehtiyac skameykası var. Mən sənə bir şey deyim ki, o mövsümün əvvəli həmin Eze idi ki, 3 oyunçu keçirdi, sürətlə driblingini göstərirdi, gözəl ötürmələr edirdi. Bu Arteta onları bizə qapalayır, belə qoyur ki, sən ancaq buradan belə pas ötürməlisən. Gyökeres gedir, İsveçdə qan eləyir. Qardaş, hat-trick eləyir. 5-10 gol vurmurdu, getdi bir oyunda hat-trick elədi. Hat-trick eləməkdən başqa, qardaş, topu götürür, sürətlə daşıyır. Burada baxırsan ki, elə bir bu oyunçu gəlir, heç mən razıyam, İlqar o dəfə deyir ki, Gyökeres siz biz çempion olmurduq, amma mən sizə açığı deyim, bəlkə son 10 ilin Premier Liqada ən zəif mən çempionluğu gördüm bu il. Marafonu qoyaq bir qırağa. Marafonda sən belə bir oyun stilin, belə bir üslubun sənə uğur gətirə bilər. Çünki uzun məsafə play-off yarışlarında Playoff yarışlarda mənim Arsenal qarşı pretenziyam ondan ibarətdir ki, qardaş, birincisi Arsenal okey sağ tərəfə düşdü, onu heç kim ona, yəni necə problem kimi deyə bilməz də. Bu Arsenalın səbəbi deyil ki, səbəbkardır ki, sağ tərəfə düşdü, düzdürmü? Sadəcə bax 1-0 udan komanda, okey 1-0 dutsaydı nə olacaqdı? Yenə biz deyəcəydik ki, Gyökeres o deyil, Saka dünya səviyyəli oyunçu deyil, Arteta'nın nəyi var? Belə komanda niyə finala çıxır? Declan Rice 100 milyon alıb, amma cəmaət var ki 60 milyona Oliseni alır. Cəmaət da var 70 milyona Mastanton alır, amma nəysə. 45 milyon gün baxdı. Yox, plus bonus da var, 20 milyon. Yox, sözümün canı nədir?
Declan Rice alır. Mən sizə inandırım ki, o məsələndə Olise ilə Kane-i də alsaydı Arteta, onlar da müdafiədə oturacaqdı. Özdə Kane də aşağı düşə bilər. Rahat. Olisə də hücumla yan müdafiəni birləşdirə Məsələn də bilər. mən açıq deyim ki, istəyərdim ki, finalda əlbəttə ki, Bavariyanı görüm PSG ilə. Çünki 2 dənə ən güclü hal-hazırda maraqlı final görsədə biləcək iki klub onlar. Heç bir başqa klub onu eləyə bilməyəcəkdir. Sadəcə bir tərəfə düşdülər, təəssüf olsun. Yəni təəssüflər olsun ki, bir tərəfə düşdülər və bir ağları verilişdən əvvəl də Elvin yox, Əbdül sən dedin ki, Bavariya müdafiədə oturmalı idi. Yoxsa Elvin dedi? Yox, Əlbəttə. misal kimi məsəl üçün əgər PSG bu Arsenal əziyyət çəkdisə, potensial olaraq Bavariya da yarı finalda kampaniya belə tərs olmasaydı, yəni problem Sadəcə biz onu danışdıq ki, Bavariyanın belə müdafiəsi yox Belə idi. müdafiəsi yoxdur. Bu dəfədən o yana dağıdıcı oyunçuları yoxdur. Dağıdıcı oyunçular İnsanın yox. 2 dənə dağıdıcısı ilə oynayır. Yəni Zamendə də elə biri Zubimendi Nə var. qədər olsa da Upamecano ilə ta Saliba Gabrieldən zəifdir məncə. Belə ikisi də güclü, dördü də güclü müdafiəçidir. Sadəcə bir bağlama kimi də, duet kimi götürsək onlar daha bir-birini daha yaxşı başa düşürlər. Upamecano belə oyunçudur. Bir də görsən ki, qaçan yerdə kiməsə pas atdı, o da getdi düşdü o bir hücumçuya gəldi gol vurdu. Məsələn. Mən Arsenal azından Raya güvəni var. Raya güvənirlər. Raya da çox yaxşı durur qapıda. Penallaşmada bəyənmədim amma onu. Penallaşmadı bəyənmədim. Yəni ki, penaldır da. Bunun bir Yox, bilsən necədir? Yox, demirəm ki, hamısını çıxartmalı idi. Mənim fikrimcə, bilməm bu biraz absurd olsaydı, yəni məncə overtime-da Ryanı Kepa ilə dəyişmək olardı. Ki Kepa penallaşmada daha yaxşıdır. Raya nəyə fikir verdim? Okey də birini çıxartdı, razıyam. Penalti vurulur, topa çatmamış oyuncu. Raya uca tullanır. Onun boyu balacadır ya. Ya sadəcə Ya Safonov ondan da balacadır. Yox, Nə dəxləsi var? Orada komanda və ümumiyyətlə məşqçi heyətindən sənə adətən görürsüzsə, bu qapıçı dəsmalda o Hə. ipucularını gizlədir də. O artıq necə istifadə edərsən də. Elə qapıçı var ki, arada baxır ki, həmişə sola vurur. Artıq fikirləşdi mən sola atlanacağam. Eləsi var ki, ona əsasən fikirləşir ki, okey, yadımda saxlayacağam ki, sola atlanacaq, amma mən gözləyəcəm yenə axıra ki, bəlkə Maladatda sağa vurdu. İndi bir Oraya şey bir var keçib ki, qapıçılar. PSG bütün zərbələrin belə deyim də sağa indirdi. Bir zərbəsindən başqa birini sola indirdi. Səhv eləmirəmsə. Və ondan da başqa Ray elə o sənin sözə qapçı var ki, topla tullanır. O qapçılar ona imkan verir ki, kimki boyu var. Məsələn, Thibaut Courtois, Van der Sar, Çex onlar topu refleks göstərir. Vuran an bunlar reaksiyasını göstərirlər. Amma elə qapçılar var ki, onlar sadəcə əvvəlcən seçir ki, mən sola tullanacağam. O kim hara vurursun bu sola tullanır. O nüans da var. Hər şey qoydum qırağa qardaşım. Hə 5-ci penalti niyə Gabriel'ə verirsən? Amma mən onu müzakirə edəcəm. İlk öncə onu deyəcəm. Arteta ən böyük səhv. İlk öncə onu deyəcək ki, bunlar penaltisini necə çatdılar. Sadəcə PSG təslim olmadı və epizodların biri Kvaratskhelia ilə penalti qazandı oyun vaxtı. Overtime və penaltilər çox maraqlı, müəmmalı məqamda. Elvin yaxşı onu vurğuladı. Sən demə Gabriel heç vaxt penalti vurmadı karyerasında. Bu gün o gündür dedi, qoydu. Sadəcə digər tərəfdən də Arteta da izah elədi nəyə görə məsələn Zubimendiyə vermədi, ona buna başqasına vermədi bu penalti vurmağı. Orada artıq bacarıq yox, sənin soyuqqanlığın irəli çıxır. Orada da Gabriel ki, mən vurmaq istəyirəm. Ez edib. Üçüncü vurdu da vura bilməz. Vuranmadı. Ya bildim, söhbət ona getmir. Yəni orada kim inanırsa özünə yaxınlaşsa baş məşqçiyə, ona əsasən də verilir də bu Hamısı qərarlar. gəlib deyəcək ki, mən vura bilirəm, amma hamısını da salmaq sən biraz Yəqin ki, kimsə deməyib ki, Gabriel çıxdı da ortaya. Yox, elə oyunçular var ki, deyir mən vura bilmirəm. qoymaq olar, razıyam. 2016-da məsələn 12 adı yadımdan çıxdı. Portuqaliyada Ronaldo yaxınlaşır ki, o deyir mən penal vura bilməyəcəm. Ronaldo ona biraz motivasiya verdi. Getdi vurdu. Moutinho. Moutinho 2012-də özü penal vurmamışdı səhv eləmirəmsə. İspaniya. Nəsə belə bir an var. Demək istəyirəm ki, o daha lider olub və bu göstərir ki, doğrudan da komanda da Declan Rice lider görürlər. Öz aləmlərində ki, Declan Rice və ya da Saka liderdir də. Mənim fikrimcə 1-ci və 5-ci penalı liderlər vurmalıdır. Mən də onu deyirəm də. Ver Gabriel'ə penaltini. 5-ci niyə verirsən? Dördüncü. Üzr istəyirəm sizdən uşaqlar. Kimsə mövsüm əsnasında deyə bilər ki, Gabriel bu komandanın liderlərindən deyil. Yox, mən müdafiədə liderdir. Mən ona bir söz demirəm. Amma ki Arsenal məsələn azərkeşlər və kapitan kimdir? Sakat da, düzdür.
kim vurmalıdır? Saka artıq Yox, Saka yoxdur. Düzdür. Deklarasiya. Deklarasiya 3-cü qoymuşdu. Yoxsa Hə. 2-ci, nəsə belə Üçüncü. bir. Qoy onu 5-ci də. İkinci Ya kapitanı birinci da- qoymalısan, ya beşinci. Gökürüş gəldi, birinci vurdu. Həqiqətən, hə. Vurdu. Okey də bu başa düşür, bu da hücum. Ver bunu Declan Rice-a, 5-ci qoyu o vursun da. Mən niyə görə deyirəm Gabriel vurmasın? Çünki azından həmişə bilir ki, solxalar daha zəif vurur. Ha, mən indi çatdı. Bunlar demir, dəsmalda həmişə baxırlar Hə, ki, yox. Yəqin fikirləşib ki, Gabrielin qolu yoxdur da penaltidən. Ömrdə heç Ay, vaxt vurmayıb. Safon- Araşdırarlar da Mirzə. Dəsmal Safon axtarır yox, ki, düz harda tapdı, hara vurdu. Safon düz tulladı. Yeganə penalti idi dedi, düz kullandı. Yadımda deyil. Yəni belə bir Çempionlar Liqası keçdi uşaqlar bizim həyatımızdan. 25-26 mövsümünün, biz klub mövsümünü yekunlaşdırdıq. Layiqli çempion. Layiq, mənə görə də layiqli çempion. Baxmayaraq finalda 100%. belə də özünə inamlı şəkildə bəlkə də özünə məxsus oyunu göstərməsə də, Hə, biraz əsas odur ki, təslim olmadı ən əsas və istədiyinə nail oldu penalti seriyası olsa belə. Amma yenə də biz hər halda indi deyəcəyik ki, Arsenal xeytirləri, Arsenal biz Premier Liqa çempionu olmaq münasibətilə təbrik edirik. 100% təbriklər. Və Arsenalda keçdiyini. Sadəcə biz öz subyektiv fikirlərimizi bildirdik. Siz də öz subyektiv fikirlərinizi müdəşələrdə qeyd edin. Klub mövsümünü bağlayırıq ali futbol olaraq və barakası olaraq. Amma unutmayın ki, bir aydan sonra YouTube kanalımızda dünya çempionatı, hətta bir aydan ay sonra, yox, 15 gündən sonra biz artıq dünya çempionatına bağlı layihələrimizə başlayırıq və həmçinin barakası YouTube kanalında da Prime verilişi artıq start götürməlidir. İnşallah. Allah qorusun. Milli komandalarına bağlı. Çox sağ olun ki, mövsüm əsnasında bizim yanımızda oldunuz. Davam etdiririk milli komandalarına və uğurlar. Çox sağ olun. Sağ olun. Sağ olun.